Koç bürcü, əlinizdə çox şey var. Hər şeyin problemsiz getməsi üçün erkən hərəkətə keçmək və uzun müzakirələrə vaxt itirməmək yaxşıdır. Unutmayın ki, yenə də bütün ən vacib qərarları özünüz verməli olacaqsınız. Buraya maliyyə məsələləri də daxildir. Böyük bir alış-veriş etməli və ya sövdələşmə bağlamalısınızsa, məsləhətin faydalı olması ehtimalı azdır. Gün ərzində enerjiniz yüksək olacaq, ona görə də gərgin iş yükü ilə belə özünüzü yorğun hiss etməyəcəksiniz və axşam enerji ilə dolu olacaqsınız. Lakin başqalarının hissləri fərqli ola bilər. Ona görə də kimsə cəlbedici təkliflərinizi rədd edərsə və ya uzun bir səfərdə və ya əyləncə tədbirində sizinlə birlikdə olmaqdan imtina edərsə, inciməyin. Gün öyrənmək, məlumat toplamaq və təhlil etmək, yaradıcılıqla məşğul olmaq üçün əlverişlidir. Qoç bürcündən olanlar çoxdan bəri davam etdirdikləri hobbiyə yenidən nəzər salaraq gözəl vaxt keçirəcəklər. Dostlarla görüşlər çox xoş olacaq, lakin hobbi və maraqlarınızı bölüşən insanlarla ünsiyyət qurmaq xüsusilə maraqlı olacaq. Boğa bürcü, heç kim sizə mane olmayacaq. Ona görə də çox şeyə nail olmaq şansınız var. Ən vacib tapşırıqlardan və məsələlərdən başlayın və hər şeyin öz yerini tapacağını gözləməyin. İşləri yoluna qoymaq üçün səy göstərməli olacaqsınız. Amma səy boşa getməyəcək və nəticələr məyus edici olmayacaq. Boğa bürcünün bir çox nümayəndələri öz qətiyyətləri sayəsində başqalarının həll edə bilmədiyi problemləri həll edəcəklər. Bu bürcün bəzi nümayəndələri güclü rəqibləri məğlub edəcək və ya uzun müddətdir gizli olan düşmənlərini tərk silah etməyin yolunu tapacaqlar. Unutmayın ki, burada sınanmış və etibarlı metodlar çox təsirli olmayacaq. Ona görə də yeni bir şey ortaya qoymalısınız. Başqalarının nailiyyətlərinizə necə reaksiya verdiyinə diqqət yetirin. Bəziləri paxıllıq edə bilər. Amma sizin üçün həqiqətən xoşbəxt olacaqlar da olacaq. Ən etibarlı müttəfiqlərinizi və ya yeni dostlarınızı məhz sonuncular arasında tapacaqsınız. Şəxsi münasibətlər üçün əlverişli gündür. Hətta son zamanlar yaxınları ilə ortaq dil tapmaqda çətinlik çəkən boğalar üçün belə münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Əkizlər bürcü, bir çox tapşırıqlar adi haldan daha asan olacaq. Uzun müddətdir çətinlik çəkdiyiniz bir işin öhdəsindən gəlmək və ya mürəttəb bir layihəni uğurla başa çatdırmaq şansınız var. Köməyə ehtiyacınız olmayacağı ehtimalı azdır. Amma köhnə tanışlarınız təklif etsə, imtina etməyin. Birlikdə işləmək sizi daha da yaxınlaşdıracaq və münasibətlərinizi faydalı edəcək. Həmçinin yeni planları müzakirə etmək və qarşılıqlı faydalı əməkdaşlıq barədə razılığa gəlmək imkanınız olacaq. Gün həm də ünsiyyət üçün çox əlverişli olacaq. Bir çox əkizlər maraqlı əlaqələr qurmaq və dəstəyini qazanmaq istədikləri insanlarda xoş təsirat yaratmaq şansına sahib olacaqlar. İntuisiyanız çox kəskin olacaq və yalnız həqiqətən buna layiq olanlara qarşı rəğbət hiss edəcəksiniz. Sevdiklərinizlə münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Ünsiyyət üçün vaxtınız məhdud olsa belə, sevdiklərinizin dəstəyini hiss edəcəksiniz. Əhvalınızı qaldıracaq romantik sürprizlər və diqqət əlamətləri ehtimal olunur. Xərçəng bürcü, gününüz necə başlasa da, tələsik nəticə çıxarmamağa çalışın. Səhəriniz uğursuz olsa belə, tezliklə hər şeyi dəyişmə imkanınız olacaq. İşdə və ya evdə yarana biləcək hər hansı bir fikir ayrılığı da həll olunacaq. Bunun böyük bir hissəsi həssaslığınız, nəzakətiniz və başqalarına qarşı səmimi qayğınız sayəsindədir. İş problemləri ilk baxışdan göründüyü qədər ciddi olmayacaq. Üstəlik, ətrafınızda məsləhətləşə biləcəyiniz insanlar olacaq. Hətta ən çətin qərarları tək başına verməli olsanız belə, müttəfiqlərinizin dəstəyini hiss edəcəksiniz. Maddi vəziyyətinizə diqqət yetirin. Son vaxtlar çox pul xərclədiyinizi aşkar edə bilərsiniz və xərclərinizi indi azaltmaq ən yaxşısı. Xüsusilə əvvəlcədən müzakirə olunmamış və ya planlaşdırılmamış sövdələşmələrə tələsmək məsləhət deyil. Axşam saatlarında müsbət tendensiyaların təsiri güclənəcək və bu, xüsusilə şəxsi münasibətlərdə nəzərə çarpacaq. Burada təşəbbüs göstərsəniz, müsbət dəyişikliklər mümkün olacaq. Şir bürcü, ünsiyyət problemsiz olacaq və müxtəlif insanlarla tez bir zamanda yola gedəcəksiniz. Bəzi şirlər nüfuzlu şəxslərdə müsbət təəssürat yarada və onların dəstəyini qazana biləcəklər. Xüsusi bir şey gözləmədiyiniz işgüzar danışıqlar uğurla başa çata bilər.
əməkdaşlıq təklifləri çox güman ki, karyera dəyişikliyini düşünən bu bürc nümayəndələri eyni anda bir neçə uyğun vakansiya tapacaqlar. Günün əvvəli artıq başlamış işləri tamamlamaq, eləcə də təşkilati və inzibati məsələləri həll etmək üçün əlverişlidir. Daha sonra yaradıcı tapşırıqlara, eləcə də qeyri-ənənəvi perspektiv tələb edən layihələrə keçə bilərsiniz. Öz ideyalarınız yetərli olmadıqda kömək istəməkdən çəkinməyin. Yaxınlıqdakı kimsə maraqlı fikirləri bölüşməyə hazır olacaq. Günortadan sonra bir çox şir bürcü mənzərənin dəyişməsini gözləyəcək. Səyahət etmək imkanı yaranarsa, imtina etməyin. Hətta qısa bir səyahət belə çox xoş ola bilər. Hətta yol boyu bəzi əla alış-verişlər edə bilərsiniz. Qız bürcü, maliyyə məsələlərinə diqqət yetirmək faydalı olacaq. Bugün intuisiyanız pul məsələsində xüsusilə kəskin olacaq. Onun rəhbərliyinə əməl etmək bir çox işlərdə uğur qazanmağınıza kömək edəcək. Uğurlu alış-verişlər və sövdələşmələr ehtimal olunur və bəzi qız bürcləri sərvətlərini artırmaq üçün vəsaitlərini hara yatıracaqlarını başa düşəcəklər. Gün ərzində də şans sizin tərəfinizdə olacaq. Gün təkcə detallara və dəqiqliyə diqqət yetirməklə yanaşı, həm də yaradıcılıq tələb edən işlər üçün əlverişli olacaq. Günün ortasında ortaya çıxan ideyalar xüsusilə uğurlu olacaq. Nüfuzlu insanların onları həyata keçirməyinizə kömək etməsi mümkündür. Səyahət uğurlu olacaq. Sevdiyiniz insanla getsəniz, ən adi səyahət belə romantik və yadda qalan olacaq. Xoş tanışlıqlar da mümkündür. Qız bürcləri bugün bəzi əyləncəli tədbirlərdə iştirak edərkən çox maraqlı insanlarla tanış olacaqlar. Bugün çox enerjiniz olacaq. Amma gücünüzü həddindən artıq qiymətləndirməməyə çalışın və istirahət üçün vaxt ayırdığınızdan əmin olun. Terezi bürcü. Gün ünsiyyət, xüsusən də qeyri-rəsmi görüşlər üçün əlverişlidir. Uzun müddətli əməkdaşlıqları müzakirə edə və planlarınızı bölüşə bilərsiniz. Əvvəllər fikirlərinizə şübhə ilə yanaşan insanlardan dəstək ala bilərsiniz. Bəzi tərəzilər yeni bir layihəyə başlamaq imkanı əldə edəcəklər. İlkin uğurlar olduqca tez əldə ediləcək və dərhal özünüzü daha inamlı hiss edəcəksiniz. Həmkarlar və rəhbərliklə münasibətlərin yaxşılaşması ehtimalı var. Fikir ayrılığı üçün daha az səbəb olacaq və işlə bağlı problemləri həll etmək daha asan olacaq. Müsbət tendensiyaların təsiri şəxsi münasibətlərdə də nəzərə çarpacaq. Son mübahisələrin səbəbləri aydınlaşacaq və bəzi vacib məsələlərdə razılığa gələ biləcəksiniz. Axşam sevdiyiniz insanla ortaq planları müzakirə etmək üçün əlverişli zamandır. Bir çox tərəzi bürcündən olanlar, diqqət və detallara diqqət tələb edən işləri adi haldan daha çətin hesab edəcəklər. Burada vaxt ayırmaq ən yaxşısıdır. Özünüzə biraz vaxt ayırın və hər şeyin öhdəsindən yaxşı gələcəksiniz. Əqrəb bürcü. Gün maraqlı hadisələr və qeyd etmək üçün səbəblər gətirəcək. Bir çox əqrəb bürcü son hadisələrə yeni bir baxış bucağından baxacaq və əvvəllər bəyənmədikləri insanlara münasibətlərini dəyişəcək. Eyni düşüncəli insanlardan ibarət bir komanda qura və onların dəstəyi ilə əvvəllər nail olmaqda çətinlik çəkdiyiniz bir şeyə nail ola bilməyiniz mümkündür. Son vaxtlara qədər tamamilə rəsmi münasibətlər saxladığınız insanlar gözlənilmədən dostlaşa bilər və onlarla qarşılıqlı münasibətləriniz yeni səviyyəyə çata bilər. Bugün mütləq etməməli olduğunuz şey boş vaxt keçirməkdir. Çünki bu, depressiyaya səbəb ola bilər. İlhamverici bir fəaliyyət tapmağa çalışın. Bəlkə də köhnə bir hobbiyə qayıdın və ya yeni bir yaradıcılıq yolunda əlinizi sınayın. Günün ikinci yarısında yaxınlarınıza daha çox diqqət yetirməli olacaqsınız. Onları məmnun etməyə və lazım gələrsə dəstəkləməyə çalışın. Səyləriniz sayəsində bugün bəzi ailə problemləri həll oluna bilər. Bəzi əqrəblər isə mübahisə edənləri barışdıra biləcəklər. Oğatan bürcü. Gün ərzində müsbət tendensiyalar üstünlük təşkil edəcək. Bəzi vacib məsələlər şəraitin uğurlu kombinasiyası sayəsində həll olunacaq. Cəsarətli bir planı və ya çoxdan arzuladığınız bir ideyanı həyata keçirmək üçün əlverişli anı ələ keçirə bilərsiniz. Əzmkarlıq və özünə inam bir çox məqsədə tez bir zamanda çatmağınıza kömək edəcək. Aşa bilməyəcəyiniz heç bir maneə olmayacaq. Son yorğunluqdan özünü çox pis hiss edən və artıq gələcəyə adi nikbinliklə baxa bilməyən oxatanlar mənzərənin dəyişməsindən mütləq faydalanacaqlar.
Qısa bir səyahətə çıxmaq və ya maraqlı bir yerə baş çəkmək fürsəti yaranarsa, bunu qaçırmamağa çalışın. Dostları ilə səyahət edən bu bürc nümayəndələri bu təcrübədən xüsusilə zövq alacaqlar. Günün ikinci yarısı yeni tanışlarla əlaqə qurmaq üçün xüsusilə əlverişli olacaq. Onların maraqlarının bir çox cəhətdən sizin maraqlarınıza bənzədiyini görəcəksiniz. Bu, uzun müddətli bir dostluğun başlanğıcı ola bilər. Oğlaq bürcü, iş baxımından bu ən əlverişli gün deyil. Bir çox oğlaq bürcü üçün ciddi əhval-ruhiyyəyə girmək çətin olacaq və onlar adi haldan daha tez-tez diqqətlərini yayındıracaqlar. Əgər vacib və mürəkkəb işləri təxirə salmaq mümkündürsə, məhz bunu etməlisiniz. Əgər bu cür məsələlər təcilidirsə, bu işdə sizə kimin kömək edə biləcəyini düşünün. Etibarlı bir müttəfiqə sahib olmaq, özünüzü daha inamlı hiss etməyinizə, səhvlərdən qaçınmanıza və pis niyyətli insanların qurduğu tələlərdən qaçınmanıza kömək edəcək. Pulla ehtiyatlı olun. Bugün bir qədər yelləncəklə qarşılaşacaqsınız, ona görə də itkilər və dolça bürcü. Bugün nə gətirsə də sakit qalmağa çalışın. Uğur əsasən məlumatlı qərarlar qəbul etmək və emosiyalarınızın sizi üstələməsinə imkan verməmək qabiliyyətinizdən asılı olacaq. Bugün adi haldan daha tez-tez baş verə biləcək təxribatlara təslim olmamaq vacibdir. Ümumiyyətlə, başqalarının hesabına öz məqsədlərinə çatmağa öyrəşmiş insanlar bugün çox aktiv olacaqlar və siz asan ov kimi görünə bilərsiniz. Ayıq olmağa çalışın. Yaxınlarınızla kiçik fikir ayrılıqları və bəzi məişət mübahisələri ehtimalı yüksəkdir. Lakin heç bir böyük münaqişə yaranmayacaq və bir çox məsələdə razılığa gəlmək mümkün olacaq. İntuisiyanız sizə nə vaxt qətiyyətli, nə vaxt güzəştə getməli olduğunuzu deyəcək. Bəzi dolça bürcləri uzun müddətdir ki, fikir ayrılığı yaşadıkları insanlarla ortaq dil tapa biləcəklər. Planlar qurmaq və müzakirə etmək. Hətta sadəcə gələcək haqqında düşünmək yaxşıdır. Bir vaxtlar demək olar ki, qeyri-mümkün görünən bəzi köhnə ideyaların əslində olduqca mümkün olduğunu anlaya bilərsiniz. Günün sonunda özünüzü həddindən artıq yükləməməyə çalışın. Bu zaman özünüzü biraz pis hiss edə bilərsiniz və istirahət etmək faydalı olardı. Balıqlar bürcü, gün çətinliklərsiz keçməyəcək və mənfi tendensiyaların ümumi təsiri olduqca nəzərə çarpacaq. Lakin ruhdan düşməyin. İstənilən çətinliyin öhdəsindən gəlmək üçün lazım olan hər şeyiniz var. İstərik köhnə dostlar və etibarlı müttəfiqlər yanınızda olacaqlar. Onlar bəzi narahatlıqlarınızı məmnuniyyətlə öz üzərlərinə götürəcək, əla məsləhətlər verəcək və lazım gələrsə dəstək verəcəklər. Əhvalınıza diqqət yetirin. Bugün bir çox balıqlar mənfi emosiyalara meyilli olacaq. Əhəmiyyətsiz şeylərə görə narahat olacaq və hər hansı bir əhəmiyyətsiz hadisədən əsəbiləşə bilər. Özünüzə necə davrana biləcəyinizi düşünün və boş vaxtınız üçün xoş bir şey planlaşdırın. Yeni bir şey üçün vaxt tapmaq yaxşı olardı. Təhsil almağa və ya yaradıcı işlə məşğul olmağa başlaya bilərsiniz. Gün həmçinin tədqiqat və tədris üçün əlverişli olacaq. Amma sizə həqiqətən ilham verən bir şey seçmək ən yaxşısıdır. Bunsuz uğur qazanmaq daha çətin olacaq.